Mövzumuz stressdir. 21-ci əsrin sosial, psixoloji təzahürüdür. Olmazsa olmaz bir fenomenidir. Bugün stres bizə doğmadır. Artıq xəstəlik olmaqdan keçib həyat tərzimizə çevrilmişdir. Stres nədir? Öncə stresin mənası, etimologiyası Latıncadan gələn bir feildir. Stres, stringer feilindən götürülmüş, təsir, təzyiq deməkdir. Əvvəllər elmdə, fizikada ölçü vahidi kimi təzahür edilmiş, öyrənilmiş, sonradan bizim davranış, sosial, psixoloji, ruhsal halımıza da siyarət etmişdir. Gəlin stresi bugün 21-ci əsrin bir epidemiyası kimi bütün xəstəlik yaradan səbəblərin təməli kimi yaxından araşdıraq, baxaq, onunla necə keçinək, hansı çıxış yolları və həyatımızı əhatə edən bütün münasibətlər toplusunda sosial müstəvidə diqqətə alaq. Bəli, xəstəlik törədən səbəbləri sən çalış gözündən kənar edəsən. Sözə, davranışa çalış, diqqət et, üsullardan sən öyrən əlbət. Beləcə, bizim həyat tərzimiz bu dediyim bütün ünsür və faktorların içində səssiz bir səsdir, bir mesajdır. Müdriklərimiz də özünü gözlətməyib, çox dəyərli fikirlər bu istiqamətdədir. Bizim görkəmli ədibimiz Məmməd Araz, baxın nə deyir, aldatmaq da aldanılmaq deyilmi? Zəhər satmaq, zəhər almaq deyilmi? Yaxşı quyu tərs badalaq deyilmi? Elə birdir yıxılıb get, yıxıb get. Yəni ya bulaşdın, ya əlaqədar oldun. Həyatını, yaşamını, sosial psixoloji dünyanı əlaqədar edir. Yəni məsumluq və həyatla harmoniya, uyum, şuurlu bunları düşünüb həyata keçirmək deyərdim ki, bir tədavidir. Stresin qənimidir. Stres özünü dərk, şuurlu şəkildə özünü tənzimləmədir. Özünü tənzimləyə bilən, özünü idarə edən dünyada deyərdim ki, ən güclüdür. Necə ki deyiblər, düşmənə qalib gələn qüvvətlidir, özünə, nəfsinə, dünyaviliyinə qalib gələn qüdrətlidir. Yəni, bizim bu istiqamətdə nəfsdən irəli və dünyaviliyə meyilliyimiz, ünsiyyət və münasibətlərimizdə davranış, etik normalar, bunları diqqətə almaq, bunun üzərində düşünməli və xeyli ibrət almalı məsələlərdir. Baxın, insan nə dediyi nə qədər önəmlidirsə, onu necə dediyi çox önəmlidir, ondan da önəmlidir. Çünki fikrin qiymətli olsa da, əgər ritorikan, üslubun çürüksə, nəyə yarar? Və bu baxımdan biz hər dediyimiz kəlmə, söz, fikir, davranış işsiz ötüşmür. O içdən gələn həmi insana deyərdim, pozitiv bir ruh da verə bilər, mənəviyyatına bir təsir, adından göründüyü kimi təzyiq də ola bilər. Zaten hər şey təzyiq və təsir formasında adı da stres olan adı üstündə emblem kimi, etiket kimi gəlib bu dünyamıza çıxmışdır ki, biz onu bugün aktual mövzu kimi, mən deyərdim bəlkə həyatın bir nömrəli qaynar mövzusu kimi diqqət alırıq. Çünki stresin ilk öncə bilinçli, bilinçsiz həyatımıza girməsi, biz onu tanıyana, onu öyrənənə qədər artıq stres xeyli məsafə qət etmiş olur. Müxtəlif xəstəliklər şəklində özünü göstərir. Bugün deyərdim ki, bəlkə şəkər xəstəliyi belə stresin yaratdığı həyat tərzinin təzahürüdür, nəticəsidir. Ona görə hər şeyi təbii ki, təməldə diqqət alıb, biz vaxtında tədbir görməliyik. Streslə bağlı biz üslubumuz, yanaşmamız, danışmağımız, davranışımız, bütün bu incə məqamlar insan həyatında çox önəmli rol oynayır.
Biz bəlkə də bəzən düşünürük ki, bunlar bir ifadə, bir söz, bir könülü viran etmək, onu yıxmaq və ya ifadə, deyim, deyiliş, onların tərzi düşünülmədən edilənlər əlbəttə sonradan çox böyük peşmançılıqlara gətirir, çıxarır. Kaş ki, keşke. Kaş ki, keşke. Çünkü dünyada insan heç vaxt razı dünyadan köçmür. Kimisi elədiklərinə görə, kimisi eləmədiklərinə görə. Yəni, kaş ki, keşke arasında vurnuxma ilə dünyadan köç edir. Bunlar olmasın diye kaş ki, keşke minimum olsun. Təbii ki, mükəmməl həyat və şərti, hər şey ədalət və yüksək dəqiqliklə yaşam özü nisbi bir xarakter daşıdığı üçün biz maksimum bunlara diqqət etməliyik. Kaş ki, keşkeləri azaltmalıyıq və deyildiyi kimi, hər kəs özün kimi görmək istəsən, yanılarsan. Hər kəs özün kimi bilmək istəsən, yalnız qalarsan. Demək, dünya 8 milyardın üstündə nüfuzu, əhalisi və fərqlilikləri var. Hər fərd bir dünyadır. Hər kəs oxumayan bir kitabdır. Kim oxunaqlı, kimi deyil. Ona görə fərdiliyi göy qoşağı tək rengarenk dəyərləndirib bu müstəvidə biz özümüzü tapmalıyıq. Hər kəsə də uyğun, münasib yanaşmalıyıq. Sonda təbii ki, kaşkələr, keşkələr azalacaqdır kimi. Və bu istiqamətdə daha da dərin, həm ruhi, mənəvi, yoga, balanslı, sosial psixoloji, meditasiya və təsəvvüf elmləri də özünü gözlətmir. Çox dərin müalicəvi fikirlərdir. Yoganın özü, rituallar, təsəvvüf elmində sakit, güşənişinlik, kənara çəkilmə, özünü tapma, daxilini, ruhunu audit etmə, tetikləyən səbəbləri təyin etmə, dərk etmə, onları özünü tənzimləmədə diqqət alma, yönləndirməyi bacarma, özünü idarə etmədə şüurun şahəsər olduğunu bilmə və şüurlu şəkildə ağılın ixtiyarına buraxma və qərarı hər şeyin ağılın nəzarətində etməyə yönləndirməkdir. Bəli, stresin bu qədər həmi formaca, mahiyyətcə, yaranışı, təzahürü, həyatımıza daxil olması, onlardan alınan ibrət, onları düşüncəli şəkildə diqqət almaq, ölçmək və onlardan diqqətli və ağıllı şəkildə davranışları quraraq məsafə qoymaq, yaşıl, sarı, qırmızı xətləri çəkmək, harda durmağı bacarmaq, nəyi deməyi, nəyi etməyi, necə və bunların hamısı bu önəmdə, bu faktor çox diqqət alınmalıdır. Bəli, kim, nə, harda, nə vaxt, necə və niyə, həyatın mənası bəlkə bu 6 sualın üzərindədir. Qalanı sosial qeyri-müəyyənlikdir. Bugün qeyri-müəyyənliklər, sosial psixoloji təsirlər bizim gözləntilərimizi, həyata baxışımızı yaxından əlaqədar edir və biz bu qeyri-müəyyənliklərin içində stres, suala və cavabı olmayan və ya qeyri-müəyyənlikdə gizlənən, öncə bizi dərindən sarsıdan, ifadə edilməsi çətinləşən, müxtəlif formalarda həyatımıza əlaqədar edən bu təzahürlər, bu fenomenlər stresin mahiyyətidir, məğzidir. Beləcə bir mövzunun da sonuna gəlirik və streslə bağlı həyatımızda sayğı, sevgini önə çəkirik. Sayğı, sevgi dünyada sevgidən, sayğıdan savayı hər şeyə bəsdir. Dünyanın ömrü də sayğı, sevginin yaşadığı qədərdir, həvəsdir, bəsdir. Eləcə də gözəl müdrik deyimlərin doğrultusunda baxın, insanın gözəllik, həyatı, sevgi, hörmət, necə ki deyiblər, xilas edəcək, doğrudan belədir. Bütün müsbət təzahürlər, simptomlar, enerjilər, bizim daxildən gələn bu potensial insan həyatına yönələrsə,
və o auramıza, aura pozitivliyə, müsbət ətrafımızda yaranan elektromaqnit dalğaları əlbəttə ki, qarşımızdakindən yan keçməyəcək və onun da bumerang effektini biz hiss edəcəyik həyatımızda, yaşantımızda. Bumerang budur ki, yaxşılıq edərsən, əlinə, yamanlıq ayağına. Həyat bumerangın üzərindədir, enerjilər itmir, yaranmır. Formaca, məzmunca dolaşar, kainatı hamısı bağda, titreşimdə bir əlaqədədir. Heç nəyi gecikdirməz. Ona görə yaxşı deyək, yaxşı olsun və deyildiyi kimi Zəlimxan Yaqub Allah rəhmət eləsin. İz qoymaq üçün gəlib gedənlər kimi xeyir yazır, kimi şər yazır. Şeytanın sözünü nifrət edənlər Allahın sözünü sevənlər yazır və doğrudan da bu istiqamətdə nə qədər gözəl səslənən həmahəng, uyumlu, həyatla harmoniya təşkil edən daha bir incə bir məqam fikir verin. Yağış gözəllərin öpər üzünü, damla pıçıltıyla deyər sözünü, şəlalə qayadan atar üzünü, tufan dağı sevər, dalğa dənizi, biz niyə sevməyək bir-birimizi? Sevgi, sayğı, sevgilər, sayğılar stresin dərmanıdır, stresin çıxış yoludur, üsul, üslub onun mahiyyətidir, onlara diqqət etməli, kaşki keşkiləri biz azaltmaq üçün bu gəlib olumlu, ölümlü dünyada artıq özümüzdən sonra həm həyatımızda, həm yaşantımızda bunların hamısını diqqət almalıyıq.